Salam, hər vaxtınız xeyir olsun, hörmətli piyada izləyicilər. Gördüyünüz kimi bu dəfə yolumuzu Azərbaycanın gəzməli, görməli, gözəl yerlərindən birinə salmışıq. Yəni bu dəfə yolumuzu Şəmkir rayonu Qılıncbəyli kəndinə salmışıq. İnanıram ki, bu Şəmkir elinin Qılıncbəyli kəndində də bizi bir-birindən maraqlı məqamlar gözləyir. Ona görə də verilişimizi sonuna dək izləməyi unutmayın. Çünki qarşıda görək bu Qılıncbəyli kəndinin sakinləri ilk olaraq bizi necə qarşılayacaqlar və həmçinin görək bir-birindən maraqlı 5 sualımıza doğru cavab verib qazananlar olacaqdımı? Axı piyada verilişinin qayda qanunu belədir ki, sakinlərə yaxınlaşaraq suallarımızla müraciət edirik. İndi görək Qılıncbəyli kənd sakinləri də bizim sualları doğru cavablandıranlardan olacaqdılar. Və həmçinin ekranın alt tərəfində gördüyünüz elektron ünvanımıza öz məktublarınızı, fikirlərinizi, təkliflərinizi yazıb göndərə bilərsiniz. Siz yazın, göndərin, suallarınızı da yazın, göndərin ki, biz də sizin göndərdiyiniz suallarla tamaşaçılara, yəni sakinlərə müraciət eləyək, görək sizin göndərdiyiniz sualları doğru cavablandıranlar olacaqdımı? Və həmçinin verilişimizin çəkilişlərini Azərbaycanın hər hansı bir gözəl yerində görmək istəyirsinizsə, onu da yazıb göndərə bilərsiniz. Necə ki, Qılıncbəyli kənd sakinləri, şəxsən Səbuhi adlı tamaşaçımız yazıb göndərdi. Biz də onun istəyi ilə yolumuzu bugün salmışıq bu Qılıncbəyli kəndinə. İndi siz də yazın, göndərin ki, biz də sizin yerlərdə, gözəl yerlərdə, gözəl elinizdə, obanızda gələk çəkilişlərimizi həyata keçirək. Və həftənin 7 günü, günün 24 saatı elektron ünvanımız sizin xidmətinizdədir. Məktublarınızı yazın, göndərin, biz isə gedək görək başımıza nələr gələcək. Piyadanın bu dəfəki buraxılışında nələr baş verdi? İndi sənin fikrinlə də həm quşlu, həm də balıqdır, hə? Özün heç iştirak edibsən elçilik mərasimində? Yaşla əlaqədar iştirak edirəm, hə. Ya 20 manatın həyəcanıdır, ya da bizim sualların həyəcanı. Buyur, avtobusda səni gözləyir. Avtobus getdi, qoyma getdi, saxla avtobusu. Bugün Qılıncbəyli kəndində məlum oldu ki, sən demə Arşın Malalan filmi ilə o olmasın, bu olsun, eyni film imiş. İndi Sabuhi deyəcəkdir ki, mən özüm dəvət elədim, ancaq özüm qazana bilmədim. Heç normal can sağlığı sizin elə bura gəlməyiniz elə bütün bu Qılıncbəyli kəndinin qazancı demək. Artıq gördüyünüz kimi Qılıncbəyli kəndindəyik və ilk müsahibimizə yaxınlaşaq, kənd sakinlərinə yaxınlaşaq, görək suallarımızı doğru cavablandırıb bizdən 20 manatı qazana biləcəkdilərmi? Salam əleykum, özünüzü təqdim eləyək. Adım İntiqamdır, Qılıncbəyli kənd sakini. İntiqam, necədir bu kənddə vəziyyət? Kənd həyatında belə hər öz işinlə məşğul olur. Hər öz işinlə məşğul olur. Bəli, kənd həyatı. Əsasən heyvandarlığa üstünlük verir, hə bu kənd? Bəli, elədir. Bax elə bizim də Qılıncbəyli kəndinə ilk gəlişimizdən böyük bir qonaqpərvərliklə qarşılandıq. Kənd cəmaatı bir yerə toplanıblar, bizim səbirsizliklə yolumuzu gözləyirdilər. Buna görə bütün Qılıncbəyli kənd sakinlərinə təşəkkürümüzü bildiririk. Piyada verilişinə baxırsınızmı? Bəli. Bax elə piyada verilişinə baxırsansa, indi piyada verilişi Qılıncbəyli kəndindədir, Şəmkir elinin Qılıncbəyli kəndində və 5 sualdan sənə müraciət eləyəcək. Əgər suallarımızı doğru cavablandırsan, bizdən 20 manat qazanacaqsan. Gəlsin suallar? Gəlsin. Gəlir ilk sualımız Qılıncbəyli kənd sakininə. İlk sualımız belədir ki, durna balığı quşdur yoxsa balıq? Durna balığı quşdur. Quşdur. Bəlkə fikirləşəsən, bəlkə balıq. Durna balığı balıqdır. Balıqdır. Bəs deyirdin quşdur. Yox, indi orada sözdə indi mənaya baxdı, durna balığı. Yəni durna yeyən balıq. İndi sənin fikrinlə də həm quşdur, həm də balıqdır, hə? Yox, balıq. Balıqdır. Son qərarındır? Bəli. Oyunun qaydaları belədir ki, əgər son qərarı söylədinsə, onda qərarını dəyişə bilməzsən və doğru qərar söylədin. Təbrik eləyirəm səni. Birinci suala doğru cavab verdin. Bəli, durna balığı balıqdır, quş deyil. Bir çox insanlar ola bilər bunu quş fikirləşsinlər, əslində isə balıqdır. Və keçid aldın növbəti ikinci suala. Görək ikinci sualı da doğru cavablandıra biləcəksənmi? 1000 qram neçə kiloqramdır? 1000 qram neçə kiloqramdır? 1 kiloqram. 1 kiloqram. Bəs nə çox fikirləşdin?
Vurdum, böldüm. Vurdun, böldün, üstə gəldin, çıxdın. Nəhayət ki, son qərarın neçə oldu? 1 kilogram. 1000 qram deməli 1 kiloqramdır. Və bu qərarın da doğru cavab oldu. Təbrik eləyirəm səni yenə. Keçid aldın. Növbəti 3-cü suala görək. 3-cü sualı da doğru cavablandıra biləcəksənmi? Növbəti sualımız belədir ki, Azərbaycan ərazisi böyükdür yoxsa Xəzər dənizinin? Azərbaycan. Azərbaycanın. Bəlkə fikirləşəsən, bəlkə Xəzər dənizinin. Çox maraqlı bir sualdır. İnanıram ki, tamaşaçıları da marağını artıran bir sual oldu. Azərbaycan böyükdür yoxsa Xəzər dənizi? Fikirləş, vaxtımız var. Mən nəzərinizə çatdırım ki, oyun ərzində digər köməkləriniz də var. Bəzi suallara variantlar verilir. Bir suala zəng edərək kömək ala bilərsən, bir suala isə kənardan kimdən istəyirsən kömək ala bilərsən. Yəni buradakı tamaşaçılardan kimdənsə kömək al. Kənardan bəli, kimdən istəyirsən kömək ala bilərsən. Kimdən kömək almaq istəyirsən? Heç kimdən kömək almaq istəmirəm, amma xəritəni gözüm qabağına gətirdim, Xəzər dənizi böyükdür. Xəritəni gözünün qabağına gətirdim və Xəzər dənizi dedim. Bəs Azərbaycan demişdin, indi birdən Azərbaycan daha böyük oldu. Yox, siz bilmirsiniz, o ümumiyyətlə xəritədə onu gözümə qabağına gətirdim, su hövzəsi laf çoxdur da, yəni Azərbaycan Xəzər dənizinin yəni sahilidir, demək olar ki, yəni Xəzər dənizi Türkmənistan, Qazaxıstan, İran, başqa Rusiya, İranla əhatə olunur. Yəni belə fikirləşirəm ki, yəqin ki, Xəzər dənizi böyükdür. Son qərarı sən söyləyəcəksən. Son qərarın hara oldu? Xəzər dənizi. Xəzər dənizi. Sualımız belə idi ki, Azərbaycan ərazisi böyükdür yoxsa Xəzər dənizinin? İştirakçımız da son qərar olaraq qeyd elədi ki, məhz Xəzər dənizinin ərazisi daha böyükdür və doğru cavab verdin bu suala da. 3-cü sual idi. Doğru cavab verdin. Keçid aldın növbəti 4-cü suala. Görək 4-cü sualı da doğru cavablandıra biləcəksənmi? Konstitusiyaya görə Azərbaycan Respublikasının neçə dövlət rəmzi simvolu var? Konstitusiyamıza görə Azərbaycan Respublikasının neçə dövlət simvolu var? Get-gedə suallar çətinləşir, oyunun qaydaları belədir. Bayraqdır, cefdi, himdi. Bildiyim olardı, yəqin ki 3 dənə olur. 3. Deməli, konstitusiyamıza görə Azərbaycan Respublikasının neçə dövlət simvolu var? Son qərar. 3. Son qərarın 3 oldu. Bəlkə fikirləşəsən. Yəni son qərarı söyləyibsən, ancaq yenə də bəlkə fikirləşəsən. Yəni tapa bilməyəcəm, yəni son qərarım deyilə 3. Son qərarın 3 cavabıdır. Azərbaycan Respublikasının konstitusiyasına görə elə respublikamızın neçə dövlət simvolu var? 3 dedin. Bunlardan biri bayrağımızdır. 3 rəngli dalğalanan bayrağımızdır. Biri gerbimizdir, biri isə himnimizdir və 4-cü suala da doğru cavab verdin. Təbrik eləyirəm yenə səni. Nəhayət sonuncu sual gəlir. Əgər bu suala doğru cavab versən, onda bizdən 20 manat qazanacaqsan tamaşaçıların şahidliyi ilə. Növbəti sualımız belədir ki, polis sözü Yunancadan tərcümədə hansı mənanı verir? Nə deməkdir? Yunancadan tərcümədə. Variant yoxdur da yəni orada. Variantlar var, bəli. Mən bir daha nəzərinə çatdırım ki, sənin digər köməklərin də var. Həm bəzi suallara variantlar verilir, həm kənardan kimdən istəyirsən kömək ala bilərsən, həmçinin zəng edərək kömək ala bilərsən. Suala variant istəyirəm. Bu suala variant istəyirsən. Polis sözü Yunancadan tərcümədə hansı mənanı verir? Nə deməkdir? Polis, şəhər, kənd və rayon. Polis sözü Yunancadan tərcümədə hansı mənanı verir? Nə deməkdir? Polis sözü şəhər, kənd və rayon. Və polis sözü elə polis deməkdir. Məncə Polis ümumiyyətlə görübsən də yəqin ki. Polis Oxşar adlardır. Götürsək, yəni ingiliscədə polisiya yazılır, nə bilim. Türklərdə polis deyil, biz də polis deyilik. Yəni Yunancada Hətta səhv etmirəmsə, bu günlərdə ruslarda da qərar çıxdı ki, milis dəyişilsin, polis adı ilə əvəz olunsun. çox sözlərin kökü Yunandan, ərəbdən gəlir. Yəqin ki, elə Yunanca ilə polis.
Yunanca polis elə polisdir. Bəlkə biz sənə kömək eləmək istəyirik. Ona görə deyirik şəhər cavabını seçəsən. Yox, şimdi dəyişmirəm. Səhv olsa da yəqin ki, nəyisə öyrənərəm ki, yəqin ki, hansı ki polis nə deməkmiş, onu yəqin bilərəm. Yəni cavabımı dəyişmirəm, polis elə polis. Polis deyib üstündə dayanırsan. Bax biz sənə köməklik elədik ki, bəlkə şəhər cavabını söyləyəsən, sən isə demədin. Və son qərarı sən söyləyəcəksən. Hələ ki son qərarını deməyibsən, indi son qərarı söyləyəcəksən. Polis sözü Yunancadan tərcümədə nə deməkdir? Polis. Polis deyərək üstündə dayandın. Bax biz sənə köməklik elədik. Orada variantlar dedik, sən isə variantlardan polis olanı dedin. Əgər kənd desəydin, doğru cavab olmazdı. Çünki kənd mənasını vermir. Əgər rayon desəydin, yenə doğru cavab olmazdı. Rayon mənasını da vermir. Yaxşı ki demədin bu ikisini. Dedin ki polis elə bizdə də polis mənasını verir. Ancaq əslində Yunancadan tərcümədə polis şəhər deməkdir. Şəhər mənasını verir. Sən isə təəssüflər olsun. Yaxşı gəlmişdin bura kimi. Sonra ki, nəyisə öyrəndik. Polis, yəni ən birinci düzdür. O şəhər ictimai qaydalarının qorunub saxlanmasına görə təşkil olunub. Elə düzdür. İstəyirdim ki, şəhər deyəm, amma prosta sözün kökünə biraz gedəndə polis kimi belə başa düşdüm. Ancaq gecikdin. Gecikdim. Buna baxmayaraq maraqlı iştirakçı oldun. Çox sağ ol, təşəkkür edirəm. Piyada verilişi davam eləyir. Gördüyünüz kimi Şəmkir elinin Qılıncbəyli kəndindəyik. Burada da böyük bir qonaqpərvərlik görürük və növbəti iştirakçımıza yaxınlaşaq, maraqlı suallarımızla müraciət eləyək. Görək suallarımızı doğru cavablandırıb qazana biləcəkdimi? Salam əleykum, özünüzü təqdim eləyərdim. Qılıçbəyli kənd sakini Məmmədov Şoroğlu. Adınız Koroğludur. Bəli, bəli. Çox gözəl adınız var. Mən səhv etmirəmsə bu Şəmkirdə Koroğlu qalası deyilən bir yer də var, eləmi? Koroğlu heykəli də var, qalası da var. Deməli bu Şəmkir elinin Koroğlu ilə bağlılığı daha çox. Daha bəli, bəli. Və canlı olaraq Şəmkir elində Koroğlumuz da var. Maşallah olsun. Koroğlu piyada verilişinə baxırsan? Baxıram, bəli, baxıram. Necə verilişdi? Sir deyilsin. Çox yaxşı, maraqlı, bilmədiyimiz öyrəndik, bildiklərimizi yadımıza saldıq. İndi 5 sualla sənə müraciət eləyəcək. Əgər sualları doğru cavablandırsan, bizdən 20 manat qazanacaqsan. Gəlsin suallar. Gəlsin. Gəlir ilk sualımız Koroğlu adlı iştirakçımıza. Görək sualımızı doğru cavablandıra biləcəkdir. Birinci sinifdə dərsliklə bağlı keçirilən bayram necə adlanır? Əlifba bayramı. Əlifba bayramı. Heç məktəb illərində olubdumu səndə əlifba bayramı? 100% oxumuşuq, olubdur. Ona görə də tez və dəqiq cavab söylədin. Bəli, birinci sinifdə dərsliklə bağlı keçirilən bayram məhz əlifba bayramı adlanır. Doğru söylədin. Keçid aldın növbəti ikinci suala görək. İkinci sualı da doğru cavablandıra biləcəksənmi? Növbəti sualımız maraqlı bir sualdır. Evlənmək məqsədi ilə oğlan evinin qız evinə göndərdiyi nümayəndə heyəti necə adlanır? Elçi, elçilər. Elçilər, elçilik. Bir adam olmur, elçilər olur da, elçi gedirlər. Tək bir adam getmir. Sualımız da belədir ki, evlənmək məqsədi ilə oğlan evinin qız evinə göndərdiyi nümayəndə heyəti necə adlanır? Elçilər. Elçilər. Yəni buna da elçilik deyilir. Özün heç iştirak edibsən elçilik mərasimində? Da yaşla qədər iştirak eləyirəm. İştirak eləyirsən. Necə maraqlımı keçir bu elçilik? Öz adam laf yaxın adam olanda həyəcanlı olur. Amma qıraq adam olanda elə nətər elə razılıq əlaməti bildirsən, həyəcanlanmırsan. Amma özünki olanda 100% həyəcan keçirirsən. Görən nə cavab olacaq, nətər olacaq, bu maraqlıdır mən. Çox maraqlıdır Azərbaycanın adət-ənənələri. Bir adətimiz də odur ki, elçilik toydan əvvəl mərhələlərdən biridir. Və sən də bu sualımıza, yəni ikinci suala doğru cavab verdin. Təbrik eləyirəm səni. Keçid aldın növbəti üçüncü suala görək. Üçüncü sualı da doğru cavablandıra biləcəksənmi? Növbəti sualımız belədir ki, Səməd bəy Mehmandarov topçu olub yoxsa tankçı? Topçu. Topçu. General Mehmandarov adıyla daha tanınır. Səməd bəy Mehmandarov dahi şəxslərdən olub, yəni böyük şəxsiyyətlərdən olubdur. Siz də dediniz ki, topçu olub yoxsa tankçı?
Topçuoğlu o üçbucaq, o ateş nöqtəsi zat hamısı onun ixtiralardı. Onun yəni o qədər hərbiçi olmur. Deyirəm, ancaq az çox bilirəm ki, o kişi çox şeylər hərbidə yeniliklər eləyibdi. Çox yeniliklər eləyib. Öz də açıqlamasını da hərbidə olmasaz da dəqiqliklə söylədi Koroğlu. İndi baxırıq da verilişlərə, oxumuşuq vaxtilə də az çox yadımızda qalıbdı. Və dedin ki, Səməd bəy Mehmandarov son qərarı olaraq topçu olub yoxsa tankçı? Topçu. Topçu son qərarın idi. Son qərarı söylədinsə, nəzərinə çatdırım. Qərarını, fikrini dəyişə bilməzsən. Oyunumuzun, verilişimizin qaydaları belədir. Və tankçı desəydin əgər, doğru cavab söyləməzdin. Yaxşı ki, topçu dedin, çünki topçu doğru cavab idi. Səməd bəy Mehmandarov, General Mehmandarov, belə deyir bir çox insanlar. General Mehmandarov, bəli, topçu olubdu və keçid aldın 4-cü suala. Görək 4-cü sualı da doğru cavablandıra biləcəksənmi? Maraqlı suallarımız var, bugün nəzərinizə çatdırım. Və maraqlı suallarımızdan birini də növbəti sualımızı Koroğlu adlı Qılıncbəyli kənd sakininə ünvanlayaq. Dünyada ən çox becərilən dənli bitki hansıdır? Dünyada ən çox becərilən dənli bitki hansıdır? Buğda. Buğda. Bəlkə fikirləşəsiz, bəlkə qarğıdalı. Yox, taxıldır. Bildiyim qədər Rusiyanın, Qazaxıstanın, Kanadanın bütün sahələri taxıl sahələrdir. Ən çox da istifadə olunan məhsuldur. Taxıl. Yəni buğda. Bəli. Taxıl dedikdə, yəni buğda, taxıl zəmiləri, buğda nəzərdə tutuldu. Son qərarı yenə sən söyləyəcəksən. Son qərarındır bu? Bəli. Son qərarındır. Bu 4-cü sual idi. 4-cü suala son qərarını söylədin, özü də tez söylədin. Başqa bir qərar da söyləyə bilərdin, sən isə söyləmədin. Biz qarğıdalı demişdik, sən isə demədin və doğru cavab söylədin. Bəli, təbrik eləyirəm səni. 5-ci suala keçid aldın. Əgər bu sualı da doğru cavablandırsan, onda bizdən tamaşaçıların şahidliyi ilə 20 manat qazanacaqsan. Ümumiyyətlə, Azərbaycandan heç kənarda hansısa bir ölkədə gəzmisən mi, olmusan mı? Olmuşam, Rusiyada olmuşam, Gürcüstanda olmuşam. Hə, Azərbaycandan kənarda olubsan, bəzi şəhərlərdə sual necə? Ayın 15 günü Gürcüstanda olur. Eləmi? Lap yaxşı. Sualımız belədir ki, Venesiya şəhəri hansı ölkədədir? Dedilər İtaliyada. İtaliyada. Özün bilirdin, yoxsa kənardan dedilər deyə? Yox, daha bilirdim, kənardan da elə hamı bir ağzından kömək elədi. Görünür, hər kəs Venesiyanı görübdür. Bəli, bəli. Artıq Bakıda kiçik Venesiya şəhəri yaradılıb, salınıbdır. Artıq bu barədə də məlumat var Qılıncbəyli kəndində. İnşallah bir gündə gələrik ki, Qılıncbəyli Venesiyadan da daha gözəl görünüşə malik olubdur. Bu kömək elə iştirakçıların da köməkliyi oldu. Yəni mənə heç imkan vermədilər. Elə bil olan köməyindən istifadə elədim. Hə, ancaq son qərarı sən söyləyəcəksən. Bizim operatorumuz Səbuhi deyəsən kənd həyatına o qədər maraqlanır ki, bax elə bu qoyun sürüsü ilə gedən xanımı da lentə aldı. Səbuhi, son qərarı söyləmək məqamı gəlib çatıb. Ona görə səni səslədim ki, bizim iştirakçımız son qərarı söyləyəcəkdir. Venesiya şəhəri hansı ölkədədir? İtaliyada. Son qərar kimi İtaliya dediniz. Kömək istəmədiniz. Ümumiyyətlə bu oyun ərzində, sizinlə keçirilən oyun ərzində heç bir köməkdən istifadə etmədiniz. Nə variantlar istəmədiniz, nə kənardan kimdən istəyirsiniz soruşmadınız, nə də ki, kimə istəyirsiniz zəng eləyib cavabı öyrənmədiniz. Və dediniz ki, Venesiya şəhəri İtaliyada yerləşir. Doğru cavab verdiniz buna da və bizdən tamaşaçıların şahidliyi ilə 20 manat qazandınız. Buyurun, bu sizin 20 manat. Gözləyirdiniz belə bir şey? Yox, gözləmirdim, amma ürəyimdən keçən arzulayırdım ki, belə bir gündə gələ bizim kənddə də belə bir çəkiliş ola, bizim kənd həyatı bu. Yəni bizim kənd də qədimi kənddir. Qəbirstanlıqda 2000 yaş olan qəbirlər zadlar var. Arzulayırdım ki, bizim kənddə də belə bir çəkiliş olsun, kəndimiz tanınsın. Ən azından Kəpəz kanalı nə qədər sahədə yayımlanır. Biz Gürcüstanda da baxırıq Kəpəz kanalına. Bu verilişlərə, mən aktual verilişləri daha çox xoşlayıram. Xəbərlər, aktual verilişlər. Ona görə də o aktual verilişlərin kömək oldu ki, mən... Bizim veriliş aktual deyil, bizim veriliş intellektualdır. İndi həyəcanlıyam.
Özüm bilirsən, mikrofon qarşısında. Ya 20 manatın həyəcanıdır, ya da bizim sualların həyəcanı. Bu manatın həyəcanıdır, sualların həyəcanıdır ki, birdən cavab verməsən bu kənd cəmaatı deyəcək, bu az çox bilirdi, nə oldu bu cavab verəmədi. Şükür Allah, yaxşı oldu. Çox sağ olun, təşəkkür edirik. Samir Arifoğlu ilə piyada reklamlardan sonra davam edəcək. Şəmkir elinin Qılıncbəyli kəndində çəkilişlərimizi aparan zaman operator Səbuhi qeyd elədi ki, bəs o tərəfdən sazlı bir nəfər gəlir, ona yaxınlaşaq görək bu hardan gəlir. Salam əleykum. Necəsən? Yaxşıyam, sağ ol. Özünü təqdim eləyərdin. Eynur, Eynur. Eynur, əlində saz, hardan gəlirsən belə? dərsdən. Dərsdən, saz öyrənməkdən. Hə. Harda öyrənsən bəs sazı belə? Sazı Kariyeri Musikanlı məkanında öyrəndən avtobusla getmək istəyirdim, o da verilişə. O da bizim çəkilişimizə rastlaşdın. Bəs sən necə? Sən də musiqi məktəbindən gəldin? Bəli, Sənin sazın yoxdur axı. mən oxuyuram. Hə, sən ifaçısan, sən isə saz ifaçısısan. İndi bizim üçün, yəni tamaşaçılar üçün, piyadanın tamaşaçıları üçün bu Qılıncbəyli kəndində bir sazın səsini ucalara qaldıra bilərsənmi? Əlbəttə ki. Eşidək də, elə hazırlıqlısansa eşidək səni. Nə mahnısı çalacaqsan? Baş sartı. Baş sartı. Sən ifaçısansa, sən də yaxına gəl. Elə sən də oxuya bilərsənmi baş sartı? Bəli, Oxuyarsansa onda indi elə ikiniz bir yerdə bir duet hazırlayın da burada, canlı bir duet. ay duman gəl, ged ay balam, ay balam bu dağlardan. Dağlar təzə bar eyləsin, dağlar təzə bar eyləsin, ay eyləsin, ay eyləsin, ay dərdin alım. Ay nə gözlərim, ay balam səni görsün. Nə könlüm qubar eyləsin, nə könlüm qubar eyləsin, ay eyləsin, ay eyləsin, ay dərdin alım. Heç birlikdə, yəni sən sazda ifanı etmişdin və bizim digər sənin həmkarın oxumuşdu mu heç? Oxumuşduq. Birlikdə yəni çalışmışdınız. Neçə ildir məşğul olursan saz sənətinə? 3 ildir. 3 ildir. Hələ qarşıda böyük bir gələcək səni gözləyir. İfadələmişəm mahnılar. Toylarda da ifadə eləyib. Elnur bu gün bildirdi ki, toylarda ifadə eləyib. İfa edərsən Elnur, ifadə yox. İfa etmişəm. İfa edibsən toylarda da və çox gözəl alındı. Yəni ikinizin birlikdə ifanız çox gözəl alındı. Bəs tək ifan necə? Varmı? Bəli, Yəni sazda tək ifa. bəli var. Hansı mahnını indi təqdim eləyə bilərsən? Şırıq tərənələri, Şınıq təranələri. Onda eşidək də.
təşəkkür eləyirik. Bax elə səni yolundan saxlamayaq. Avtobus da gəldi, dayandı orada kəndin avtobusu. İndi elə sən avtobusa minib öz dərsinə yola düşə bilərsən. Buyur, avtobus da səni gözləyir. Avtobus getdi. Qoyma getdi. Saxla avtobusu. Getdi, eybi yoxdur. O birisi avtobusla gedərsən. Sağ ol, təşəkkür edirəm. Mən nəzərinizə çatdırım ki, hələ bir neçə müddət bundan əvvəl Sabıhi adlı bir şəxs yaxınlaşaraq qeyd elədi ki, bəs istəyirik sizin çəkilişlərinizi Qılıncbəyli kəndində, Şəmkir elinin Qılıncbəyli kəndində görək və artıq biz yolumuzu salmışıq bu kəndə və bizi bu kəndə dəvət eləyən hal-hazırda mənim yanımda dayanan bu Sabıhidir. Sabıhi, necəsən? Çox sağ ol, siz necəsiniz? Sağ ol, Sabıhi, özün bu kənddə yaşayırsan, bu kəndin sakinisən. Bəli, Qılıncbəyli kəndində doğulub boya başa çatmışam, hal-hazırda Qılıncbəyli kəndində yaşayıram. Necədir bu kənddə əhval-ruhiyyə? Kənddə əhval-ruhiyyət çox gözəldir, insanlar hamısı bir-birinə səmimidir, görürsünüz özünüzə sizi necə qarşıladılar, insanların səmimiyyəti, bax, neçə gündür günəş şüası doğmur, sizin gəlişinizə görə günəş şüası da ilahi tərəfindən elə bir, sizin gəlişinizə görə günəş şüası da sizin simanıza doğubdur. Bu kənddə hər şey gözəldir, insanları da gözəldir, suyu da gözəldir, havası da gözəldir, insanların yaşama eşqi lap gözəldir. Bax, Sabıhi, qeyd elədin ki, istəyirik piyada verilişinin çəkilişlərini bir neçə ay bundan əvvəl qeyd eləmişdin ki, istəyirik piyada verilişinin çəkilişləri məhz bu kənddə həyata keçsin. Nəyə görə bu istək yarandı? Çünki bu veriliş çox reytinqli verilişdir. Yəni region kanallarının içində mən deyərdim biri və birincisidir. Ona görə istəyirdim ki, bizim doğma Qılıncbəyli kəndimizdə kifayət qədər tanınmasa da o qıraq rayonlarda hamısında tanınsın, bilinsin, baxılsın ki, yəni Qılıncbəyli kəndi də var. İndi elə gəlmişkən bəlkə bizim 5 sualımızı sənə ünvanlayaq, sən də cavablandırasan, özünü bəlkə bir sınıyasan. Sınıyaq da görək nə olur. Onda gəlir Sabıhi adlı iştirakçımıza ilk sualımız. Görək Qılıncbəyli sakini Sabıhi ilk sualımızı, yəni bizim 5 sualları doğru cavablandırıb qazana biləcəkdimi? İlk sualımız gəlir. Sualımız belədir ki, era böyükdür yoxsa əsr? Era. Era. Bəlkə fikirləşəsən, bəlkə əsr. Yəni böyüklük. Yəni illərin sayına görə götürülür də. Era. Era böyükdür əsrdən. Son qərarı sən söyləyəcəksən. Era. Era deyirsən, son qərarındır və birinci suala doğru cavab verdin. Təbrik edirəm səni. Keçid aldın növbəti ikinci suala. Sovetlər İttifaqının dövlət gerbində hansı əmək alətləri təsvir olunmuşdur? Oraq, çəkic. Oraq və çəkic. Sonra da var, nəsə fikirləşdin. Oraq, çəkic. Və laqonda. Yaman fikirləşdin, ona görə dedim bəlkə laqonda da var. 2 dənə oraqla çəkic. Oraq, çəkic. Keçmiş Sovetlər İttifaqının dövlət gerbində hansı əmək alətləri təsvir olunmuşdur? Sən də dedin ki, oraq və çəkic. Laqonda demədin. Bəli. Demədin və son qərarındır? Oraq və çəkic. Oraq və çəkic dedin, son qərar olaraq söylədin və bu qərarın da doğru qərar oldu. Təbrik edirəm səni. Mənim eşitdiklərimə görə Sovet İttifaqı dövründə, yəni keçmiş Sovetlər Birliyi dövründə bu Qılıncbəyli kəndinin adı başqa bir adı olubdur. Bəli, Pravda kəndi olub. Pravda kəndi. Bəlkə həqiqət kəndi, yoxsa elə rusca Pravda deyil. Elə Pravda olub. Elə o Sovetlər Birliyində Pravda kəndi olub. Ondan əvvəl nə olub bəs? Ondan əvvəl Qılıncbəyli olubdu, ancaq sonra elə bir Sovetlər Birliyi qurulanda dəyişilib Pravda olub. Sovetlər Birliyi dağılımından sonra da qayıdıb Qılıncbəyli kəndi adı. Qılıncbəyli adı yenidən qaytarılıbdır. Bəs sir deyilsə, yəni bilirsənmi bu nəyə görə Qılıncbəyli adı verilibdir bura? Valla deyilənə görə, rəvayətə görə, yəni belə deyirlər, bizim yəni keçmişdə burada əkin sahələrini suvarmaq çox çətin olubdu. O yüzden də suyumuzu kəsən vaxtı aparıb bir kişi olub, qılıncı taxıb yerə, deyib indi kişi işləyirəm ki, gəlsin bu suyu kəssin, ondan sonra da adı qalıb Qılıncbəy. Hə, deməli, yəni igidlik, mərdlik, rəşadət rəmzi olaraq Qılıncbəyli kəndi, Qılıncbəyli sözü bu kəndə verilibdir və ancaq rəvayətin çox maraqlı rəvayət oldu ha. İnanıram ki, bu rəvayət yox, həqiqət olubdur.
Elədir ki var. Ona görə də ruslar Pravda adı veriblər. Elədir ki var. Və keçid aldın növbəti 3-cü suala. Çox maraqlı iştirakçılardan biridir Sabuhi. Görək 3-cü sualı da doğru cavablandıra biləcəkdimi? Pulum var gələrəm ifadəsi hansı filmləndir? Arşın Malalan. Arşın Malalan. Bəlkə fikirləşəsən, bəlkə o olmasın bu olsun. O olmasın bu olsun. O olmasın bu olsun. Bəlkə Arşın Malalan doğru cavab idi. Mən səni aldatmaq üçün dedim. Arşın Malalan. Arşın Malalan. İndi o olmasın bu olsun da demişdim. Bəs o necə olacaq? Arşın Malalan. Arşın Malalan. Özün baxıbsan o filmə, yoxsa elə fikrinə gəldi deyə dedin? Yo, baxmışam. Baxıbsan və görübsən o epizodu, o kadrı, görüntüləri. Necə? Eyni kinodur da o. Deməli, Arşın Malalanla o olmasın bu olsun eyni filmdir, hə? Bəli. Bugün Qılıncbəyli kəndində məlum oldu ki, sən demə Arşın Malalan filmi ilə o olmasın bu olsun eyni film imiş. Necə? Mən elə bilirəm. Yo, siz doğru bilmirsiniz axı. Arşın Malalan tamamilə başqa filmdir. Olmasın bu olsun tamamilə başqa bir film. Ay nə tanıyıram. Hə, baxsaz, dəqiqliklə baxsaz görərsiniz ki, başqa filmlərdir. Sabi, pulum var gələrəm. Belə bir mahnı var. Pulum var gələrəm, belə bir oxuyurlar. Hansı filmləndir? Arşın Malalan. Son qərarındır. Bəli. Son qərarını söylədinsə, qərarını dəyişə bilməzsən. Oyunumuzun, verilişimizin qaydaları belədir. Və bu qərarın da doğru qərar oldu. Təbrik eləyirəm səni. 3-cü sual idi. 3-cü sual idi və 3-cü suala da doğru cavab verdin. Təbrik eləyirəm. Keçid aldın növbəti 4-cü suala. Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısının vəzifəsi nədir? Krallıq. Krallıq, yəni kraldır. Bəlkə fikirləşəsən, bəlkə prezident. Yo. Krallıqdır. Birləşmiş Ərəb Əmirliyin krallığı. Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısının vəzifəsi nədir? Kral deyirsən. Bəlkə biz sənə kömək eləmək istəyirik. Ona görə deyirik prezidenti seçəsən. Yəni söhbət indiki dövrümüzdən gedir ha. İndiki dövrdən? Bəli. Hal-hazırda Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısının vəzifəsi nədir? Prezident olsun. Prezident olsun. İndi kral da demişdim, birdən də kral doğru cavab oldu. Çünki bu yaxınlardan o nümayəndə heyəti Azərbaycana təşrif buyurmuşdu. Xarici İşlər Nazirliyinin nəzdində. Orada Birləşmiş Ərəb Əmirlikliyinin krallığının dövlət nümayəndələri dedi. Elə kral olsun. Birləşmiş Ərəb Əmirliyi krallığının deyirsən ki, dövlət nümayəndələri gəlmişdi. Elə bir söz eşidibsən və deyirsən ki, kraldır Birləşmiş Ərəb Əmirliyinin dövlət başçısının vəzifəsi. Biz sənə prezident dedik, bəlkə fikirləşəsən və ya bəlkə zəng edərək kömək alasan və ya kənardan kimdən istəyirsən kömək ala bilərsən. Krallıq. Kral deyib üstündə dayansın. Bəli. Son qərarındır, yəni söylədiyim o. O bir dənə zəng eləyim. Zəng olunacaq. Kimə zəng olunacaqdır Sabir? Qabil Hüseynliyə. Qabil Hüseynliyə zəng olunacaqdır. İndi görək Qabil Hüseynli Sabuhiyə doğru cavabı söyləyə biləcəkdimi? O Birləşmiş Ərəb Əmirliklərindədir həmin zəng etdiyin şəxs. Bakı şəhərində. Bakı şəhərindədir. Onda zəng elə görək doğru cavab söyləyə biləcəkdimi? Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısının vəzifəsi nədir? Kral yoxsa prezident? Kral olsun. Kral olsun. Bəs nə oldu? Zəng etmədin? Xeyr. Zəng etmədin. Kral dedin. Son qərarındır? Bəli. Son qərarın kral oldu. Xəlifə demədin. Necə? Düz etdim. Düz etdin, bəli. Xəlifə deyil. Doğru cavab verdin ki, xəlifə demədin. Və dedin ki, kral.
şah da deyə bilərdin, onu da demədin, onu da yaxşı ki demədin. Kral dedin, əslində isə Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısının vəzifəsi prezidentdir. Prezidentdir, sən isə kral dedin. Ümumiyyətlə Birləşmiş Ərəb Əmirlikləri krallığı elə bir termini yoxdur. Ərəb Əmirlikləri gedir. Buranın dövlət başçısı isə prezidentdir və təəssüflər olsun, maraqlı iştirakçı idin. İndi Sabuhi deyəcəkdir ki, mən özüm dəvət elədim, ancaq özüm qazana bilmədim. Heç normal can sağlığı, sizin elə bura gəlməyiniz elə bütün bu Qılıçbəyli kəndinin qazancı deməkdir. Çox sağ ol, təşəkkür edirəm. Elə efirdə yayımlanması, Qılıçbəyli kəndi haqqında olan məlumatlar elə bizim qazancımızdır, ondan qiymətli bizim qazancımız ola bilməz. Çox sağ olun, belə səmimi sözlərinizə görə təşəkkür edirəm. Piyada verilişi davam eləyir. Gördüyünüz kimi Qılıncbəyli kəndindəyik, yəni Şəmkir elinin Qılıncbəyli kəndindəyik və buradan maraqlı insanlara yaxınlaşaraq bir-birindən maraqlı suallarımızla müraciət edirik. Özünüz də görürsünüz də necə səmimiyyətlə bizi qarşılayıblar bu Şəmkir elində, yəni Qılıncbəyli kəndində. Hələ qarşıda bizi daha maraqlı məqamlar gözləyir. Ona görə verilişimizi sonuna dək izləməyi unutmayın. Bu arada istəyərdim elektron ünvanımızı sizin nəzərinizə çatdırım. piyada@şarəsi-tv.az. Bax, bu elektron ünvanımıza siz də öz məktublarınızı, fikirlərinizi, təkliflərinizi, hətta suallarınızı belə yazıb göndərə bilərsiniz. Siz yazın, göndərin. Biz də sizin fikirlər, təkliflər əsasında verilişimizi daha maraqlı eləyək. Və göndərdiyiniz sualları isə Azərbaycanın gözəl yerlərində olan sakinlərə deyək. Görək sizin göndərdiyiniz sualları doğru cavablandırıb qazananlar olacaqdımı? Həmçinin Azərbaycanın maşallah olsun gəzməli, görməli gözəl yerləri çoxdur və bu gözəl yerlərdə əgər istəyirsinizsə, hər hansı bir yaxşı gəzməli, görməli yerlərdə çəkilişlərimiz həyata keçsin. Ona görə o təklifinizi də yazıb göndərə bilərsiniz bizim ekranın alt tərəfində gördüyünüz elektron ünvanımıza. Yazın, göndərin. Biz də çəkiliş heyətimizlə birlikdə gələk o gözəl yerləri çəkək, lent alaq və bütün piyada izləyicilərinə şəxsən təqdim eləyək. Ona görə də məktublarınızın yolunu gözləyirik. Həftənin 7 günü, günün 24 saatı elektron ünvanımız sizə xidmət göstərir. Yazıb göndərməyi unutmayın. İndi isə gedək görək daha başımıza nələr gələcəkdir. Şəmkir elinin Qılıncbəyli kəndində. Şəmkir elinin Qılıncbəyli kəndindən piyada verilişinə baxırsınız və davam eləyirik. Növbəti iştirakçımıza yaxınlaşaq, Qılıncbəyli kənd sakininə yaxınlaşaq, suallarımızla müraciət eləyək. Görək sualları doğru cavablandırıb qazana biləcəkdimi? Salam əleykum, özünüzü təqdim eləyərdim. Ruslan, Qılıncbəyli kənd sakini. Ruslan, necədir bu kənddə əhval-ruhiyyə? Əhval-ruhiyyə bu kənddə çox gözəldir. Cəmiyyətin əhval-ruhiyyəsi ürək istəyəndir. Hamı öz işindən, gücündən məşğul olur. Yaxşıdır, pis deyil. Ruslan, piyada verilişinə yəqin baxırsan. Bəli. Necə verilişdir? Əla. Əla. Bax, 5 sualdan sənə müraciət eləyəcək. Əgər sualları doğru cavablandırsan, bizdən 20 manat qazanacaqsan. Gəlsin sual. Buyur. Gəlir ilk sualımız Ruslan adlı Qılıncbəyli kənd sakininə görə sualımızı doğru cavablandıra biləcəkdir. Kəpəz televiziyasının studiyası hansı şəhərdədir? Gəncədə. Gəncə şəhərində. Bəlkə fikirləşəsən, bəlkə köçürüblər başqa bir şəhərə. Gülməli olardı. Gülməli olardı. Birinci suala doğru cavab verdim. Bəli, Kəpəz televiziyasının studiyası məhz Gəncə şəhərində yerləşir. Keçid aldın növbəti ikinci suala. Görək ikinci sualda doğru cavablandıra biləcəksənmi? 80-ci illərin məşhur futbolçusu Dasayevin adı nə idi? Renat. Renat. Bəlkə fikirləşəsən, bəlkə Samir Dasayev. Bəlkə məndən adaşdır. Yenə də o gülməli olardı. Renat Dasayev. O da gülməli olardı. Deməli, 80-ci illərin məşhur futbolçusu, qapıcı idi bu. Renat Dasayevdən gedirdi söhbət. Bəli, Dasayevin adı Renat idi. Doğru cavab verdin Ruslan bu sualımıza da. Görək, indi növbəti 3-cü sualı da doğru cavablandıra biləcəksənmi? Növbəti sualımız belədir ki, Petruşkaya Azərbaycan dilində nə deyirlər? Cəfəri. Cəfəri. Siz özünüz nə deyirsiniz? Petruşka yoxsa Cəfəri? Petruşka deyirik, amma mənim özüm şəxsən Cəfəri deyirəm.
Sizin özünüz şəxsən Cəfər deyirsiniz. Onda elə sualımız da lap üst-üstə düşdü ki, siz necə ki o sözü özünüz həmişə işlədirsiniz. Ancaq bir çox insanlar işlətmirlər o sözü. Böyük əksəriyyət elə deyir, Petruşka deyir, amma Cəfəridir. Əslində isə onun adı Azərbaycan dilində Cəfəridir. Bu suala da doğru cavab verdin. Təbrik eləyirəm. 3-cü sual idi. Keçid aldın növbəti 4-cü suala. Görək 4-cü sualı doğru cavablandıra biləcəksənmi? Konyakın adı nə adından götürülür? Konyakın adı nə adından götürülür? Oyun ərzində köməklərin var, Ruslan. Kənardan kimdən istəyirsən kömək ala bilərsən? Bir suala. Bir suala zəng edərək kömək ala bilərsən və bəzi suallara variantlar verilir. Variantlar istəyirsən. Konyakın adı nə adından götürülübdür? İnsan adından, şəhər adından, heyvan adından və kənd adından. İnsan adından. İnsan adından. Bəlkə fikirləşəsən, bəlkə şəhər adından. İnsan adından deyirsən. Bəlkə biz sənə köməklik eləmək istəyirik, ona görə deyirik şəhər adını və ya digər oradakı variantlara müraciət eləyəsən. Yox, insan adı. Yəni maraqlı iştirakçısan, sualları deyən kimi tez və dəqiq cavab verirsən. Yox, insan adından olar, çünki orada ayrı ad fikrinə gəlmir. Xeyr. Konyak sözü nə adından götürülüb? Yəni konyakın adı hər kəsin tanıdığı belə bir içki var, belə bir şərab var, konyak. Onun adı nə adından götürülübdür? Sən isə dedin ki, insan adından götürülübdür. Heyvan adı demədin. Demədim, bəli. Kənd adı da demədin. Bəli. Şəhər adı da demədin. Dedin insan adından götürülüb. Əgər heyvan adı desəydin, onda doğru cavab olmazdı. Yaxşı ki, söyləmədin. Kənd adı desəydin, o da doğru cavab olmazdı. Bu neçənci sual idi? Bu 4-cü. Bu 4-cü sual idi. Əgər bu suala doğru cavab versəydim, 5-ci suala keçid alacaqdım. Mən belə bir söz demişdim. Şəhər adından götürülüb konyakın adı. Fransanın Konyak şəhəri. Belə bir şəhər var. Elə konyakın adı da həmin o Fransanın Konyak şəhərinin adından götürülüb. Yəni konyak sözü şəhər adından götürülübdür və sən isə təəssüflər ki, dedin insan adından götürülüb. Ancaq buna baxmayaraq maraqlı iştirakçı oldun. Çoxlu sağ olun, minnətdaram, təşəkkür edirəm. Sağ ol, biz də sizə təşəkkür edirik. Dünyanı heyrətə salan oldunuz, azadlı odunda yanan oldunuz, keçib ürəklərində qalan oldunuz. Unutmaq olar sizi şəhidlər, unutmaq olar sizi şəhidlər. Qılıncbəyli kəndində diqqətimizi çəkən bir məqamda o oldu ki, bax bu kəndin igid oğlu, yəni vətənimiz uğrunda canından keçmiş, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş Şərif Rəcəboğlu Alməmmədovun belə bir xatirə abidəsi ucaldılıbdır. Yəni bu xatirə abidəsinin biz görən zaman, əlbəttə ki, biz heç vaxt, heç zaman öz igid oğullarımızı, şəhidlərimizi unutmamalıyıq. Elə bizdə də bir hiss yarandı ki, maraqlanaq görək bu Şərif Rəcəboğlu Alməmmədov necə insan olubdur, yəni bu kənddə onu necə tanıyıblar, necə xatirələrə həkk olunubdur. Elə bizi kəndə dəvət eləyən Səbuhidən soruşacağıq bu barədə. Səbuhi, bax, şəhidin abidəsini gördük kəndinizdə. Kəndinizinmi sakin olubdur bu Şərif Alməmmədov? Bəli, Şərif Rəcəboğlu Alməmmədov Qılıncbəyli kəndində doğulub. Burada boyu başa çatıb, orta məktəbi bitirib və orta məktəbi bitirəndən sonra hərbi xidmətə gedib və hərbi xidmətə gedəndə 94-cü ilin yanvar ayının 28-də də Azərbaycan azadlığı uğrunda qəhrəmancasına şəhid olmuşdu. Bax, bu şəhidin abidəsi məktəbin, yəni məktəbin yox, daha doğrusu belə bir futbol meydançasının yaxınlığında gördük. Bunun bir əlaqəsi varmı? Bəli, kənd stadionu meydançası şəhidin adını daşıyır və hər ildə ənənəvi olaraq bu artıq 14-16 2002-ci ildən bu yana stadion açıldığı bir gündən
Yəni burada hər il Şərifin həm doğum günü, həm də ölüm günü eyni günə düşdüyündən burada yarışlar təşkil olunur. Yaxın ətraf kəndlərdən, qəsəbələrdən komandalar dəvət olunur. Yəni burada hər il onun xatirəsini əbəlləşdiririk və burada futbol yarışları keçiririk. Təkcə kəndin sakinləri futbol oynayırlar, yoxsa ətraf rayonlardan da gəlirlər? Yox, bura ətraf rayonlardan da, qonşu rayonlardan da gəlirlər. Həm gəlib şəhidin abidəsini ziyarət eləyirlər, həmçinin onun adına olan bu stadionda da, yəni bu futbol meydançasında da futbol oynayırlar. Futbol oynayırlar, qalib gələn komanda diplom, medal, kubok hədiyyələrlə təqdim olunur. Özü necə? Futbolu sevirdimi? Onu daha yaxşı şəhidin qardaşı bilər. Mənim yaşımı vaxtı 5 yaşım olub o şəhid olan müddətdə. Yəni o zaman mən o qədər də qavraya bilməmişəm. Özünüzü təqdim eləyərdiniz siz? Rahib Alməmmədov Rəcəboğlu, rəhmətli Şərif Alməmmədov qardaşı. Bəli, o da bizi kimi, yəni mənim və böyük qardaşım hamımız ailəçə futbolla həvəskar özümüz üçün məşğul olduq. O da futbol sevərdi, elə ona görə də biz bu stadionu şəhidin adına açdıq. Şəhidin adına yaratdınız. Yəni bu böyük bir işdir, böyük bir iş görübsünüz. Yəni bunu biz vurğulamalıyıq verilişimizdə. Çünki gənclərin, yeniyetmələrin böyük maraqları var futbola. Hətta yaşlı nəslin də böyük marağı var futbola. Siz də böyük bir iş görübsünüz ki, yəni həm futbol oynayan sakinlər buradan zövq alırlar, həmçinin bizim şəhidlərimizi xatırlayırlar. Yəni bunun birlikdə vəhdət təşkil etməsi sizin işinizdir. Yəni siz bu işi görübsünüz, ərsiyə çatdırıbsınızsa, böyük bir işin öhdəsindən gəlibsiz. Mən buna görə sizi alqışlayıram. Çünki həqiqətən bizim Azərbaycanımızın igid oğullarını, ər oğullarını, şəhidlərimizi unutmamaq bizim borcumuzdur. Onları uca tutmaq bizim borcumuzdur. Və bugün biz bu Qılıncbəyli kəndində şəhidlərin necə uca tutulduğunu görürük. Buna görə biz də çox şad oluruq. Əlbəttə, buna görə sizə təşəkkür edirik. Bütün Qılıncbəyli kənd sakinlərinə təşəkkürümüzü bildiririk. Hörmətli tamaşaçılar, verilişimiz davam edir. Qarşıda bizi daha maraqlı məqamlar gözləyəcək, ancaq eşidək Səbuhini. Siz bu işdə bunda vurğuladınız. Bəli, bunun bir də qardaşı İslam Məmmədov İrkutska yaşayır. Onun da stadionun salınmağında böyük əməyi olmuşdu. Elə hal-hazırda yəqin bizim verilişimizi də izləyir. Sizin o söylədiyiniz İslam Alməmmədov. Buradan ona da salamlarımızı göndəririk. Çox sağ olun, təşəkkür edirik. Dünyanı heyrete salan oldunuz, azadlı bodrumda yanan oldunuz. Keçi yüreklerinde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Bax belə, bir maraqlı piyada verilişinin sonuna da beləcə gəlib çatdıq. Əlbəttə, bu dəfə yolumuzu Azərbaycanın gəzməli, görməli, gözəl yerlərindən olan Şəmkir elinin Qılıncbəyli kəndinə saldıq. Və bu dəfə də inanıram ki, Qılıncbəyli kəndində hazırladığımız piyada verilişi siz tamaşaçıların hər birinizin ürəyinizcə oldu. Mən buna görə bütün Qılıncbəyli kənd sakinlərinə öz təşəkkürümü bildirirəm. Bizi bu kəndə dəvət eləyən və hətta bizi evində qonaq eləyən Səbuhiyə təşəkkürümü bildirirəm. Səbuhi özü də bu Qılıncbəyli kənd sakinidir. Onun bütün ailə üzvlərinə təşəkkürümü bildirirəm. Onun dəvətinlə bu dəfə yolumuzu, səfərimizi Şəmkir elinin Qılıncbəyli kəndinə saldıq. Əziz tamaşaçılar, ekranın alt tərəfində gördüyünüz elektron ünvanımıza öz fikirlərinizi, məktublarınızı, təkliflərinizi yazıb göndərməyi unutmayın. Siz yazın, göndərin. Biz də verilişimizin çəkilişlərini harada görmək istəyirsinizsə onu bilək və çəkilişlərimizi, piyada verilişinin növbəti çəkilişlərini də sizin yazıb göndərdiyiniz yerlərdə həyata keçirək. Və həmçinin öz suallarınızı, fikirlərinizi, təkliflərinizi də yazıb göndərməyi unutmayın. Siz yazın, göndərin, biz də sizin suallar, fikirlər, təkliflər əsasında verilişimizi daha maraqlı etməyə çalışaq. İndi isə gedək, gələn həftəyə hazırlaşaq. İnşallah gələn həftənin bu vaxtı növbəti gözəl yerlərdən birində görüşmək ümidi ilə sizinlə sağollaşırıq. Sağ olun, gecəniz xeyrə qalsın.